Mərakeşin paytaxtı Rabatda 1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günü və Mərakeşin Vəliəhd Şəhzadəsi Mulay Həsənin doğum günü münasibətilə Mərakeşli uşaqların gözü ilə Azərbaycan adlı rəsm müsabiqəsi davam edir. Tədbir Azərbaycan Respublikasının Mərakeşdəki səfirliyi, Ağdal Riyad Bələdiyyəsi və Ər-Ribat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Mərakeşli uşaqlar öz bədii əsərləri vasitəsilə Azərbaycanın zəngin mədəniyyətini, təbiətini və tarixini əks etdirməyə çalışırlar. Instagramda keçirilən səsvermə zamanı Qafqazın xəzinəsi Azərbaycan, tarix, mədəniyyət və ənənələr adlı işi ilə Mələk Buya qalib seçilib. Onun işi tamaşaçılar arasında böyük maraq doğurub və sosial şəbəkələrdə keçirilən müsabiqə bölməsində ən çox bəyənmə toplayaraq qalib olub. Bu uğur onun sənətə olan sevgisinin və zəhmətinin parlaq sübutudur. Müsabiqə davam edir və digər layihələr və digər qaliblər 4 iyun 2025-ci il tarixində keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq. Münsiflər heyəti təqdim olunmuş işləri diqqətlə qiymətləndirib, istifadə olunan bədii texnikaları müzakirə edib və qalibləri müəyyənləşdirib. Tədbir Azərbaycan ilə Mərakeş arasında mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir və gənc istedadların dəstəklənməsində əhəmiyyətli rol oynayır.